Hər kəsə salam əzizlərim, necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bilirəm ki, artıq bir aydan çoxdur yoxa çıxmışam, yenidən qayıtdım. İşlər əslində çox idi. Həm qızım xəstələnmişdi, özümə kiçik biznes səhifəsini açdım, onu da sizlərlə bölüşəcəm bu yaxın vaxtlarda. Day başımıza gəlməyən qalmadı. Soyuducumuz işləmirdi, onunla ələşirdik yoldaşımla və daha nələr. Siz necəsiz? Darıxmışdınız deyəsən. Mən də çox darıxmışam. Əslində vlog daha gec çıxmalıdır, çünki hələ Kapkatla problem çəkirdim. Ona görə bu vlog biraz belə qarışıq alınıb, çünki əvvəllər vlog üçün çəkdiyim iki dənə kadr var idi və yenidən istədim ki, hamısını bir-birinə yapışdırım və sizlər üçün vlog edim. Onsuz da söhbətli vlog olacaq. Ona görə məncə kadr daha çox önəmlidir, daha mənim sizinlə söhbətim önəmlidir. Ayninka biraz xəstələnmişdi. Yoldaşım sağ olsun evə xəstəlik gətirmişdi. Nə qədər özümüzü qorusaq da rotavirus qripinə yoluxmuşdu. Qrip də deyil, infeksiya kimi bir virusdur. Əslində həm də vloqlardan çox yorulmuşdum. Belə deyim, hər gün vlog çəkmək, editləmək balaca uşaqla mənə biraz çətin gəlirdi. İndi çalışacağam ki, bu qədər itməyim. Bir post paylaşmışdım ki, itmişəm, yenidən geri qayıdacağam və bir neçə rələri oxuyanda biraz təəccübləndim ki, hamı elə bilib ki, mən hamiləyəm, amma yox. Hamilə deyiləm. Hələ ki qızlar heç ikinci hamiləlik planlaşdırmırıq yoldaşımdan, daha doğrusu. Verdiyim xəbər isə online biznes açmışam. Yəni bijuteriya səhifəsidir. Bilirsiniz ki, bəlkə bilirsiniz, bəlkə bilmirsiniz. Çoxdan bir bijuteriya səhifəsini işlədirdim. Amma bu işi yarı qoymuşdum. Buraxmışdım, gərək buraxmazdım və istədim yenidən başlayım. Kiçik hobi kimi olsun, kiçik biznes kimi olsun mu deyim. Belə deyək də, başım qarışıq olsun. Heç olmasa Instagram üzərindən onlayn satışları həyata keçirə bilim. Çünki hələ işləyə bilmirəm. Ürəyim biraz sıxılır evdə, bütün gün uşaqla və niyə də yox. Burada sizinlə Instagram səhifəmi paylaşacağam. İstəsəz abunə olub dəstək ola bilərsiniz mənə. Baxın, bu muka deyirdim sizə un. Görürsünüz, burada yulafdır, sonra qarabaşaqdır, düyü unudur, qiymətlər də buradadılar. Qarada unu. İndi Arazdayıq, alış-veriş edirik. Birdən yadıma düşdü ki, burada var cürbəcür unlar. Yəni gəlib Araz marketdən götürə bilərsiniz. Gəzməkdən sonra isə gəldik evə. Yoldaşımı gözləyirəm, marketə gedib. Yarısını mən aldım, yarısını o. Və Miyan tapım. Görünərdə oturub marojna alacaq, dondurumu, kofedən içəcəm. Ayninkanın yeni oyuncağı, belə bir samakat əldə elədik. Glober markasının da 3-ü birindədir. Buradan görə bilərsiniz ki, məqdə 239 manat Joker Baby Store mağazasından aldıq. Çox gözəl olacaq məncə, səbirsizlənirəm. Açmaq üçün, ümumiyyətcə unpacking eləmək üçün, sizə göstərmək üçün. Aylin necə olacaq bilmirəm, çünki hal-hazırda anamgildədim. Mən isə evdə təkəm. Özüm üçün belə bir gün balans həyatı yaşamaq istədim ki, bir gün qızımsız keçirdim, amma inanırsınız çox darıxıram onsuz. Bugün bitsəydi, artıq sabah bir-birimizə qovuşardıq, görüşərdik qızımla. Çox darıxmışam ondan ötürü. Buna baxın elə, eləmə. Dırnaqlarımı da yeni düzəltdim. Çox bəyəndim onları. Belə bir forma elədik. Əslində 3-4 gün keçib, indi yadıma düşdü ki, heç nə çəkməmişəm. Dırnağa aid, çoxdan da dırnaq eləmirdim. İstədim, niyə də yox, yenidən olsun. Hardasa məni bu vlogda dırnaqla görəcəksiniz, hardasa dırnaqsız görəcəksiniz. Çünki vlog qarışıq halındır. Yəni köhnə çəkdiyim vlogda bura qeyd edəcəm. Ona görə hardasa dırnaqla olacağam, hardasa dırnaqsız. Ona görə fikir verməyin. Çünki qarışıq vlog alındı. Yenə hər zamanki kimi bitişik elədim ki, heç olmasa nəsə paylaşım sizlərlə. Hər gün yaşadığım həyatı yaşayırdım. Düzdür, bəzi momentləri çəkmirdim. Kiçik alış-veriş eləmişdik. Evə nə alırdım, onları sizlərlə bölüşürdüm burada. Marketə gedəndə isə ürəyim nəsə ciyərdən kotlet istədi. Onu inanırsınız TikTokda görmüşdüm ki, ciyərdən necə kotlet edirlər. Dedim ki, sizlərlə də paylaşım, bəlkə kiməsə maraqlı olar. Bilirsiniz ki, mən aylıq alış-veriş eləmirəm. Belə bir həftədən bir, 3 gündən bir gedib alış-verişimizi edirik. Əslində bu vlog buzluğa aid çıxmalıydı. Yəni buzluqda nələri dondururam. O qədər iş düşmüşdü başıma ki, o qədər yorğun idim əslində YouTube'dan ki, bu qədər video boşuna qaldı telefonda. Ona görə dedim ki, niyə də yox. Düzdür, axıra kimi çəkmədim, heç nə çəkə bilmədim. Çünki
motivasiyam necə deyim düşmüşdü. Hətta nə qədər problem var idi başımın üstündə. İstəmirdim sizlərlə belə negativ olum, pozitiv ancaq paylaşmağı xoşlayıram mən, ki məni tanıyır. Və sonradan videolarıma baxıram ki, yarısını paylaşmamışdım. Həmin an anam gəlmişdi yanımdaydı. Necə deyim, kiçik bir belə depressiya yaşamışdım elə bir ay içində. Son vloguma da baxmışdım. 40 neçə gün idisə mən yox idim YouTube-da sizlərlə. Son vlogda görünürdü ki, mən yorulmuşdum YouTube-dan. Bilirəm ki, sizdə atıb getdim. Ona görə hər birinizdən üzr istəyirəm. Əgər kim oturub mənim vlogumu gözləyirdisə və bizdən narahat idisə. Bəlkə də bir çoxunuz məni Instagramda izləyirsiniz. Orada heç olmasa arada post paylaşıram və yaxud da gündəlik belə storylər göndərirəm. Kotletlər ciyərdən deməyəcəm ki, prям wow alınmışdı, prям dəhşət idi. Normal idi. Evdəkilər hamı bəyəndi, mən də bəyəndim. Aylin də yedi. Yəni Aylin bizdə biraz belə az yeyən uşaqdır, amma hamısını yedi bitirdi. Yəni nə qoymuşdum qabağına, onları yedi. Düzdür, indi hələ tam düzəlməyib. Arada bir normal yeyir. Yenə həmişə kimi. Arada isə heç nə yemir. Analizlər də verdik. Desəm ki, analizlər yaxşı çıxmışdı. Yəni ondan daha pis gözləyirdim analizləri. Ən çox da Dəmiri normal çıxmışdı. Mən də özümü bu bir ay ərzində çox yorğun hiss edirdim. Mənə elə gəlirdi ki, bəlkə mənim də vitaminlərim çatmır. Bəlkə də ondan da ola bilər və yaxud ümumiyyətcə bütün belə əsas yorğunluğu belə götürək. Ya da yaş artdıqca insanın hobbisi də dəyişir, ümumiyyətcə dünya baxışı da dəyişir. Məndə də məncə elədir. Sizin də suallarınızı gözləyəcəm. İstəyirəm bütün suallarınıza cavab verim. Çox tez-tez yazırsınız mənə. Heç vaxtım olmadı. Ümumiyyətcə sual-cavab videosunu hazır edim. Amma burada suallarınızı verə bilərsiniz. Gələn videoda bir səsləndirəcəm sizin bütün suallarınızı. Pəhrizlə də bağlı suallar gəlmişdi ki, neçə kilo atmısınız, ata bildiniz? Bəli qızlar, atdım. Hətta öz dəyişimimi paylaşmışdım Instagramda. Ekranda da indi görəcəksiniz əvvəli və sonradan necə oldu. İnanırsınız, indi buraxmışam, amma çəki stabil. Yəni 60-62 dayanıb. Yəni 70.8 kilodan mən 60 kiloya gəldim, düşdüm. Düzdür, buraxmışam indi. Necə buraxmışam? 10 min atdım, eləmirəm. Lazım olduğu qədər su içmirəm. Belə deyim də, yediyim hər şeyi yeyirəm. Sadəcə çəki atmıram. Elə stabil çəki qalır. Bilmirəm, yenidən başlayacağam çəki atmağa yoxsa yox. 60 kilo məncə mənim boyuma hələ ki yaxşıdır. Bəlkə biraz hardasam atdım yenə çəki, amma indi hələ ki yox, hazır deyiləm. Çünki bilirəm ki, daha da stres yaradacaq mənə bunlar. Amma nəticə olaraq super idi, çox bəyəndim. İstəsəz Baxar xanımın da Instagramını burada yazaram və yaxud da yazarsınız mənə, nömrəsini də göndərə bilərəm sizə. Çünki marafonları start verir, qrup şəklində və fərdi şəkildə. Bu yoğurt kstati çox dadlı idi, cəmi 120 kalorisi var. Bir də belə kebablar düzəltmişdim, onu da atmışdım buzluğa, kotletlə bir yerdə. Aylinka özünə gəldikdən sonra yollanmışdıq zooparka. Hardasa bir il bundan əvvəl, yoxsa neçəsə ay bundan əvvəl getmişdi Aylinka ilə. Onda çox şey başa düşmürdüm. İndi isə biraz belə başa düşməyə başlayıb. Düzdür, onun inkişafı özündədir. Yəni geri qalma yoxdur inkişafında. Hələ ki rus dilində danışırıq. Evdə də rus dilində danışdığımıza görə rus dilində hələ ki Aylinka ilə söhbət edirik. Demək olar ki, hər şey başa düşür, artıq danışır, sərbəst danışır. 2-3 sözdən ibarət artıq cümlələr qurur. Niyə belədir bilmirəm. Yəqin ki, qız uşaqlar ümumiyyətcə biraz tez danışmağa başlayır. Çünki bəzi tanışlarım mənə yazır ki, mənim oğlum, yəni sizin qızınızla eyni yaşdadır, amma danışmır. Azərbaycan dilində mütləq öyrədəcəm ona. Asta-asta başlayıram Azərbaycan dilində sözləri öyrətməyə. Artıq salam, sağ ol bilir. İnsanlardan biraz utanır. Kişi heylaqlarından ümumiyyətcə utanır, aşağı baxır. Qadınlarla heç olmasa biraz salam sağ olu var. Bağçaya yəqin ki 3 yaşından sonra qoyacağam. Evə də qarışıq aldıq. Onun üçün öz şəxsi tualeti var. Amma hələ getmək istəmir. Fikirləşirəm ki, bilmirəm özü hazır olduqdan sonra oturar oraya yox, amma evin içərisindədir.
düz otağın içərisində. O gün dedim ki, oturaq. Oturdu. Başa düşmədiyini demək lazımdır. Başa saldım, amma oturmaq istəmədi. Düzdür, mənə də belə pampersdən daha rahatdır onu idarə eləmək. Hamısı anasının tənbəlliyindəndir. Amma inşallah onu da öyrənər, yəni heç kim pampersdə qalmayacaq. 2-3 gündür bizə deyirdi ki, zooparka istəyirəm. Mama, пошли в зоопарк. Mama, идем в зоопарк. Хочу на крокодила посмотреть. В общем, öz dilində danışır, amma onu belə başa düşürəm. Nələr deyir. Bəzi heyvanlar yatırdı. Onları görə bilmədik. Gördüklərimi də sizlərlə bölüşdüm. Həmin gün Bakıda çox gözəl hava var idi. Həzz aldım da mən, yəni həm dincəldim, həm vlog çəkmişdim sizlər üçün. Gördüklərimi sizinlə də paylaşdım. Uzun kuyruklu. Что он сделал? Сальто? Ну, добрый, хороший какой. Səs yazmanı biraz dayandırdım ki, real səslərə qulaq asasınız. Bəli, bayaq gülən Aylin idi. İlk dəfədir ayını belə yaxından görürdüm. Çünki keçən dəfə gedəndə ayı yatırdı ya da heç yox idi. Heç yadımda qalmayıb onu videoya çəkə bildim, yoxsa yox deyəsən yox. Bəzi heyvanlar gizlənmişdilər, çox uzaqdaydılar. Ona görə onları çəkə bilmədim. Ümidvaram ki, vlogu bəyəndiniz. Bilirəm ki, çox qısa alına bilər. Amma söz verirəm ki, bundan sonra daha uzun vloglar olacaq. Çünki əvvəlki pis enerji məndən getdi. Yaxşı enerjidən qaldım. Bütün gücümü topladım və sizlərin qabağına çıxdım. Yenə həmişə kimi. Nə demək istirdim? Artıq hamı yatır. Videonun axırını bilmədim necə gətirim. Dedim ki, belə canlı sizlərlə söhbət edeyim. Heç olmasa biraz sizlər üçün çox darıxmışdım. Dördümdə hər rəyinizi oxuyurdu, amma cavab verə bilmirdim. Çünki siz məndən vlog gözləyirdiniz. Mən isə deyə bilmirdim ki, nə zaman çıxacaq. Yalancı olmaq istəmədim. Nə görə kiçik belə bir sürpriz olsun. Yenə də üzr istəyirəm. Kimlərə cavab vermədim. Ümumiyyətlə mən bütün rəyləri çalışıram, oxuyum, cavab verim. Bəlkə gözdən gələ bilərdi bəzi rəylər. Amma çalışacağım ki, belə hallar olmasın. Ona görə gecəniz xeyrə qalsın. Gələn vloglarda görüşənədək.